Bilgi və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin dərsi qrupunun bugünkü çox hörmətli qonağı Gözəl xanım. Özü də adı kimi gözəl olan Gözəl xanımı biz ancaq sosial şəbəkələrdən tanıyırdıq. Bugün çox xoş oldu ki, onun özü ilə tanış olduq və biz də növbəti dəfə onun məkanına, onun iş yerinə gedəcəyik. Gəlmişəm Nazlı müəllimin dəstəkli qrupu var. 505 adlı qrupa gəlmişəm. Maşallah tələbələr çox gözəl, əl işləri var. Yəni baxıram görürəm qəşəng örgədir Nazlı müəllim. Çox gözəldir. Çertyojla da örgədir. Mən buradan tələbə seçməyə çox məmnuniyyətlə razı olarım. Mən Kamil Oğlanlı, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi 505 qrupunun. Biz bu günlərin Gözəl xanımla tanış olduq. Biz Gözəl xanımı çoxdan tanıyırıq. Yəni çoxdan tanımamızın səbəbi sosial şəbəkələrdə görmüşük. Yəni ki, biz sosial şəbəkələrdə görməkdən əlavə biz istəyirik ki, onu çox yaxından tanıyaq. O da sağ olsun ki, bizə bu günlərin bizim istehsalatımıza qonaq gəlib, bizim əl işlərimizlə tanış olub. Gözəl xanımın da fikirlərini bizə öyrənmək çox xoş oldu və fikirlərində də bizə bildirdi ki, biz Gözəl xanımla bir iş birliyi qura bilərik.